Dövlət Statistika Komitəsi yeni məlumat yayıb. Məlumatda deyilir, 2025-ci ilin yanvar-avqust aylarında əhalinin sayı 24.611 nəfər və ya 0,24% artaraq 2025-ci il sentyabr ayının 1-i vəziyyətinə görə 10.249.500 nəfərə çatıb. Ölkə əhalisinin 54,4%-ni şəhər, 45,6%-ni kənd sakinləri, eləcə də 49,8%-ni kişilər, 50,2%-ni isə qadınlar təşkil edir deyə məlumatda açıqlanıb. DSK-nın digər məlumatında isə bildirilib ki, bu ilin 8 ay ərzində Ədliyyə Nazirliyinin rayon şəhər qeydiyyat şöbələri tərəfindən 63.698 doğulan körpə qeydə alınıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10-dan 9,3-ə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1%, qız uşaqlarının xüsusi çəkisi isə 46,9% olub. Məlumata görə doğulan körpələrdən 2152-si əkiz, 78-i isə üçəm olub. Ötən ay ölkədə qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb. Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust ayları ərzində 31.403 nikah və 13.869 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,5-dən 4,6-ya qədər artıb, boşanmaların sayı isə 2,1-dən 2-yə düşüb. Statistika Komitəsinin digər məlumatına görə bu ilin yanvar-avqust aylarında ölkədə 39.951 nəfər həyatını itirib. Məlumata görə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,8-dən 5,9-a qədər artıb.